Güman edilir ki, bugün Levan Xabeyişvili, Guram Roqova və etirazçı Zviad Maysashvilinə qarşı zorakılıq faktı ilə bağlı saxlanılan 5 nəfərə rəsmi ittiham irəli sürüləcək. 2024-cü ilin noyabr aksiyaları zamanı Levan Xabeyişvili və Zviad Maysashvilinin zorakılığa məruz qalması faktı üzrə Xüsusi Təyinatlar Departamentinin həmin dövrdə çalışmış 4 əməkdaşı saxlanılıb. Onlardan biri hazırda Mühafizə polisində, digəri isə Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələrindən birinin rəhbəri vəzifəsində çalışırdı. Departamentin daha bir əməkdaşı isə Guram Roqovanın zorakılığa məruz qalması və jurnalist fəaliyyətinə mane olmaq ittihamı ilə həbs edildi. Təqsirləri sübuta yetirilərsə, saxlanılan şəxsləri 5 ildən 8 ilə qədər həbs cəzası gözləyir. Müxalifət nümayəndələri bildirirlər ki, bu şəxslərin saxlanılması kifayət deyil, çünki onlar yalnız icraçılar olublar. Sifarişçilər isə indiyədək məsuliyyətə cəlb edilməyib. Hazırda ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Kolter Gürcüstana səfəri çərçivəsində müxalif siyasi partiyaların nümayəndələri ilə görüş keçirir. Təxminən yarım saat əvvəl başlayan görüşdə müxalif alyansın liderləri, Güclü Gürcüstan platformasının nümayəndələri, Lelo Gürcüstan üçün partiyasının lideri Badri Japaridze və ABŞ-ın Gürcüstandakı səfirinin səlahiyyətlərini icra edən şəxs iştirak edir. Görüş başlamazdan əvvəl siyasətçilər mediaya açıqlama verməyiblər. Qeyd edək ki, görüşdə Vahid Milli Hərəkat Partiyasının üzvləri iştirak etmirlər. Bugün Sonata Kolter'in Gürcüstan Xarici İşlər Nazirliyində görüşü planlaşdırılıb. Bundan əvvəl ABŞ dövlət katibinin köməkçisinin müavini Gürcüstanın baş naziri İrakli Qobaxidze ilə görüş keçirib. Hökumət administrasiyasının məlumatına görə İrakli Qobaxidze Gürcüstan hökumətinin ABŞ ilə iki tərəfli münasibətlərin yenidən canlandırılmasına hazır olduğunu bir daha təsdiqləyib. Xarici Siyasət İdarəsinin rəhbərinin sözlərinə görə may ayının sonunda ABŞ-dan daha bir nümayəndə heyətinin səfəri planlaşdırılır və bu səfər çərçivəsində Gürcüstan-ABŞ əməkdaşlığının gələcək addımları daha ətraflı müzakirə olunacaq. Səhiyyə naziri demoqrafik dayanıqlılıq məsələlərinə həsr olunan Beynəlxalq Nazirlər görüşü çərçivəsində Şimali Makedoniyanın sosial siyasəti, demoqrafiya və gənclər naziri Fatmir Limani ilə iki tərəfli görüş keçirib. Tərəflər demoqrafik dəyişikliklər fonunda ölkələrin qarşılıqlı çağırışlar və sosial sistemlərin gücləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması məqsədi daşıyan siyasi yanaşmalar barədə fikir mübadiləsi aparıblar. Görüşdə gənclərin dəstəklənməsi proqramları və əmək bazarındakı müasir tendensiyalar da müzakirə olunub. ABŞ-a məxsus 3 yüksək səviyyəli döyüş gəmisi Hörmüz boğazından uğurla keçib. Bu barədə ABŞ prezidenti Donald Trump məlumat verib. Onun sözlərinə görə gəmilərə atəş açılsa da heç bir zərər dəyməyib. Donald Trump bildirib ki, İran heç vaxt nüvə silahından istifadə imkanına malik olmayacaq. O həmçinin qeyd edib ki, İranla atəşkəs razılaşması qüvvədə qalır və hazırda Təhranla danışıqlar davam edir. ABŞ prezidentinin sözlərinə görə Vaşinqtonun İranla münaqişənin başa çatdırılmasına yönəlmiş təklifi bir səhifəlik sənəddən daha geniş məzmun daşıyır. Bugün Gürcüstanda Milli Şərab Günü qeyd olunur. Bu tarixlə əlaqədar ölkədə bir sıra rəsmi və mədəni tədbirlər planlaşdırılıb. Günün birinci yarısında konfrans keçiriləcək. Konfransda Gürcü mütəxəssislərlə yanaşı üzüm və şərab üzrə Beynəlxalq Təşkilatın baş direktoru John Barker də iştirak edəcək. Görüşün əsas mövzuları Gürcü üzüm növlərinin tədqiqat nəticələri və ixrac bazarlarının xüsusiyyətləri olacaq. Bugün həmçinin Qudiyaşvili meydanında şərab dequstasiyası və maarifləndirici məkanlar təşkil olunacaq. Milli Şərab Gününə həsr olunan tədbirlər axşam Tbilisi Opera və Balet Teatrında tematik tamaşa ilə başa çatacaq.